Həzrəti Əlinin ölüm yatağındakı vəsiyyəti. İmam Həsən əleyhissalam buyurdu: Atamın ölüm anı yetişdikdə üzünü bizə tərəf çevirib vəsiyyət edərək belə buyurdu: Bu, Allah Rəsulü Muhammedin qardaşı, əmisi oğlu və dostu olan Əli ibn Əbu Talibin vəsiyyətidir. İlk olaraq şəhadət verirəm ki, Allahdan başqa bir ilah yoxdur. Muhammed isə onun elçisi və ən yaxşı bəndəsidir. O, Muhammedi öz sonsuz elmi ilə seçmiş və bu seçiminə görə ondan razı qalmışdır. Həqiqətən də Allah qəbirdəkiləri dirildəcək və insanları etdikləri əməllərə görə sorğu-suala çəkəcəkdir. O, qəlblərdə olanları biləndir. Sonra isə ey Həsən, sənə Peyğəmbərin mənə etdiyi vəsiyyəti edirəm. Bu sənə kifayət edəcək bir vəsiyyətdir. Ey oğlum, Peyğəmbərin dediyi vaxt yetişdikdə evində otur və öz xətalarına görə ağla, nə badə hər şeydən çox dünyaya əhəmiyyət verəsən. Ey oğlum, namazı vaxtında qılmağı və zamanı yetişdikdə zəkatı öz əhlinə verməyi vəsiyyət edirəm. Şübhəli məqamlarda susmağı, orta yol tutmağı, həm razı, həm də qəzəbli halda ədalətli olmağı, qonşularla gözəl davranmağı, qonaqları xoş qarşılayıb onlara ehtiram və ikram etməyi, çətinlik və müsibət içində olanlara mərhəmət etməyi, qohumlarla əlaqə saxlamağı, miskinlərə sevgi göstərib onlarla oturub durmağı və təvazökar olmağı sənə vəsiyyət edirəm. Həqiqətən də təvazökarlıq ən üstün ibadətdir. Ey oğlum, uzun uzadı arzulardan çəkin, ölümü tez-tez yad et və bu dünyaya rəğbət bəsləmə. Çünki sən ölümün gürovu, bəlanın hədəfi və xəstəliyin məğlub edəcəyi birisən. Vəsiyyət edirəm ki, gizlin və aşkar işlərində Allahdan qorxasan. Düşünmədən danışmaqdan və fikirləşmədən iş görməkdən səni çəkindirirəm. Qarşına axirət işlərindən biri çıxdıqda, onu dərhal yerinə yetir. Amma qarşına dünya işlərindən biri çıxsa, diqqətli və təmkinli davran ki, bu işdə müvəffəq olub, xeyir əldə edə biləsən. Haqqında pis düşünülməyə səbəb olacaq yerlərə getməkdən və barəndə pis gümanlar edilə biləcək məclislərdə iştirak etməkdən çəkin. Çünki pis iş sahibi onunla oturub duranın da pisliyə doğru dəyişməsinə səbəb olar. Ey oğlum, əməllərini Allaha xatir et. Pis və nalayiq sözlər işlətməkdən uzaq ol. Yaxşılıqlara əmr elə və pisliklərdən çəkindir. Din qardaşlarınla Allaha xatir qardaşlıq elə. Yaxşı iş sahibini etdiyi yaxşı işlərinə görə sev. Öz dinini qorumaq üçün günahkar və azğın olan kəslərlə zahirdə yaxşı dolan. Qəlbində onlara nifrət elə və əməllərinlə onlardan uzaq ol ki, onlar kimi olmayasan. Yollarda oturmaqdan çəkin. Ağılsız və elmsiz kəslərlə mübahisə etməkdən uzaq ol. Ey oğlum, dolanışığında və ibadətində orta yolu tut. İbadət məsələlərində gücün çatdığı və davamlı olan işləri yerinə yetir. Susmağı üstün bil ki, salamat qalasan. Özündən əvvəl yaxşı əməllərini göndər ki, o dünyada onları qənimət olaraq əldə edəsən. Xeyirli şeyləri öyrən ki, hansı işin xeyirli olduğunu biləsən. Hər bir halda Allahı yada sal. Öz ailəndən olan kiçiklərə mərhəmət, böyüklərə isə ehtiram göstər. Hər hansı bir yeməyi ondan sədəqə verməmiş yemə. Sənə oruç tutmağı tapşırıram. Çünki oruc bədənin zəkatı və cəhənnəm odu qarşısında bir sipərdir. Öz nəfsinlə cihad et. Oturub durduğun şəxsdən ehtiyatını saxla. Düşmənindən isə uzaq dur. Allah xatırlanan yerlərdə otur. Dualarını çoxalt. Ey oğlum, həqiqətən də nəsihət edilməli şeyləri səndən əsirgəmədim. Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Sənə qardaşım Muhammedlə yaxşı davranmağı vəsiyyət edirəm. Çünki o sənin qardaşın və atanın oğludur. Ona olan məhəbbətimdən xəbərdarsan. Qardaşın Hüseynə gəlincə isə, o sənin ananın oğludur.
Bu barədə daha artıq vəsiyyət etmək istəmirəm. Sizi Allaha tapşırıram. Ondan diləyirəm ki, sizin işlərinizi xeyirli etsin və sizləri zalımların zülmündən qorusun. Allah köməklik göndərənə qədər səbr elə. Səbr elə. Uca və əzəmətli Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur. Biharul Ənvar kitabı 75-ci cild 98-ci səhifə.